Ləkəsiz dəriyə sahib olmaq hər birimizin öz əlindədir. Bəzən bunu hava şəraiti və ya istifadə etdiyimiz kosmetik məhsullarla əlaqələndiririk, amma bunun kökündə yatan səbəblərdən biri də zərərli vərdişlərdir. Xüsusilə tütün məmulatlarından istifadə həm xanımlarda, həm də bəylərdə müxtəlif dəri problemləri ilə özünü biruzə verir. Siqaret tüstüsünün tərkibində olan kimyəvi maddələr dərinin oksigenlə təminatını zəiflədir. Nəticədə dəri əvvəlki elastikliyini itirir, solğun və yorğun görünməyə başlayır. Uzun müddət siqaret çəkən insanların dərinin rənginin tündləşdiyini, bir ışıltısının itdiyini görürük, müşahidə edirik. Dərdə müxtəlif allergik səpkilər, dermatit kimi bir əlamətlər inkişaf eləyir. Dərinin damarlarına da təsir göstərir və damarlarda spastik bir təsiri var. Nəticə etibarilə qan dövranı pozulur və dediyim kimi müxtəlif həm allergik və müxtəlif dermatitlərə yol aça bilir. Təkcə siqaret deyil, spirtli içkilərin həddindən artıq qəbulu da sağlamlığa mənfi təsir edir. Orqanizmdə susuzlaşmaya səbəb olan bu zərərli vərdiş dərinin nəmlik balansını pozur. Ümumiyyətlə, zərərli vərdişlər dərinin ləkələnməsi və vaxtından əvvəl qırışmasına, həmçinin tez qocalmaya səbəb ola bilir.